Bəziləri onun zərbələrini çəkiclə müqayisə edir, bəziləri isə peşəkar ringdə öz üslubunu yaradan boksçu adlandırırlar. Azarkeşlərin böyük əksəriyyəti isə ona qeyri-adi ləqəb verir. Mr. Knockout. Belə ki, indiyədək keçirdiyi 24 görüşdən 19'unda knockoutla qələbə qazanır. Siz də tanış olun. Kərimov Rəşad Ağalaroğlu 1984-cü il martın 5'ində indiki Şirvan şəhərində anadan olub. Onun boksçu kimi formalaşmasında ilk məşqçi Telman Aydınovun böyük əməyi olub. İlk nailiyyətlərini, respublika yarışlarında qələbələrini Rəşad əsasən Telman müəllimin adı ilə bağlayır. Lakin sonradan peşəkar boksçu olmaq istəyi onu 2006-cı ildə Almanyaya, Berlin yaxınlığındakı Halle-Saale şəhərinə aparıb. Elə həmin il Rəşad həvəskarlar arasında Almanya çempionu olur. Tayfun klubunda Şamil Kərimovun rəhbərliyi ilə məşqlərini davam etdirir. Son 6 il ərzində orta çəki dərəcəsində 24 görüş keçirib, 22 qələbə qazanıb. Reyting döyüşlərindən sonra 2008-ci il mayın 10'unda Türkiyə boksçusu Əli Köroğlu'nu məğlub edərək peşəkarlar arasında IBO versiyası üzrə Avropa qitəsinin kəmərinə layiq görülür. Bir il sonra isə CBC versiyası üzrə qitələr arası kəmər uğrunda Avstriyalı Thomas Hensberger'ə knockoutla qalib gəlir. 2009-cu ildə Almanyalı Rolf Limer'lə görüşdə titulunu mühafizə etmək üçün Rəşad Kərimov artıq 33-cü saniyədə rəqibini knockout vəziyyətinə salıb. Növbəti döyüşü bir il əvvəl keçirən boksçumuz bu dəfə Çekiyalı Mikel Bilek'i məğlubiyyətə uğradaraq bir daha qitələr arası kəmərə layiq görülüb. Baxdığınız bu kadrlar Rəşad Kərimovun döyüş üslubu haqqında ümumi təsəvvür yaradır. Azərbaycandan uzaqlarda yaşasa da vətəni bir an belə unutmur, yarışlarda bir qayda olaraq Azərbaycan bayrağı ilə çıxır və hər dəfə ölkəmizin himni səsləndirməyi tələb edir. Qarşıda Rəşadı yeni sınaq gözləyir. 3 gündən sonra iyulun 21'ində Berlində 25-ci dəfə peşəkar ringə çıxacaq. Bu dəfə rəqib Belarusiyalı Gennadiy Danilyuk olacaq. İnanırıq ki, həmvətənimiz Rəşad Kərimovun qələbəsi şərəfinə yenə Azərbaycanın dövlət himni səslənəcək.